O məşhur mahnıda deyir, ya qızıldan taxtın ola, ya Koçaryan olasan baxtın ola. Niyə dedim? Bugün də Koçaryanla görüş və nəydi o Qarabağda qətliamlar törədən nəydi o şəxsiyyətsizin adı? Hə, Xaçatüryan. Bakıda gündə xəstə arvadlar kimi demirdi, ora ağrıyır, bura ağrıyır. Bu şəxsiyyətsiz əslində mənə görə bıraxıblar. Baxtıma bax, bugün gedib Koçaryanla görüşür. Səni o vaxtı bıraxdılar ki, yarın barışıq olsun da, sülh olsun. Da bıraxmadılar ki, get Koçaryanla qoşulun bir-birinizi orada burada bambıllıq eləyib, Paşinyanın dalıcan danışın. Əgər mən olanda nə olar? Heç vicdanın yoxdur. Aytdular. Belə çıxır ki, bunun şəxsiyyəti qalıb Qarabağda elə leşi gəlib çıxıb bura. Kimlər Koçaryan? Ayar sağın sərsaqları. Sən hələ bir gəlin mənim ayağıma düşməliydin, O qoca qoyditin oxşayan Koçaryan yanına gəlsənə, boynu yoxun. Sizin o görüşünüzə tula bağlayıb. Qorxdum, bunlar görüş keçirir. El atalar yaxşı deyib, yaxşılığa yamanlıq, köləşəyə samanlıq. Hələ o biri var, Dədə Qorquddaşı yalıncıq oxşayan, Sarkisyan. Boyu ağlayıb. Dövran dəyişər, sən öl, Koçaryanın özün aparıb, salarlar sənin o çıxdığın yerə. Onda ağlınız başınıza gələr.